Bugünkü tədbirimiz Gənclərin Tənhalara Dair İctimai Birliyinin həyata keçirdiyi tənha şəxslərlə iş layihəsidir. Biz deməli 2001-ci ildən biz İctimai Birliyimizi yaratmışıq və 2001-ci ildən də fəaliyyət göstəririk. Bizim fəaliyyətimizin əsas məqsədi gənclərin sosial problemlərinin həllində onlara yardım etmək, bədii təxəyyüllərinin inkişafında, təhsillərində, sosial problemlərinin həllində onlara yaxından yardım etmək və onların cəmiyyətə inteqrasiya etmələrinə dəstək olmaq. Bizim məqsədimiz gənclərlə iş aparmaq, gəncləri daha güclü, daha inanlı addımlarla cəmiyyətə və eyni zamanda da dövlətə xidmət etmələrinə dəstək olmaq, kömək etməkdir. Bugünkü tədbirimiz qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin Tənhalara Dair İctimai Birliyinin həyata keçirdiyi tənha şəxslərlə iş layihəsi əsasən gənc qadınlara və qızlarımıza dəstək olmaq, onların cəmiyyətə inteqrasiya etməsinə kömək etməkdir. Biz Gənclərin Tənhalara Dair İctimai Birliyi olaraq 2001-ci ildə bir çox layihələr həyata keçirmişik. Bizim gücümüz, bizim dünyamız, səs verək, milli mənəvi dəyərlərimiz. Biz 20-ci ildə, 2-ci Vətən müharibəsi dövründə gənclərimizə çox dəstək oldu. Psixoloji köməyə ehtiyacı olan gənclərimiz, Gəncədə yaşayan gənclərimiz, o müharibənin o təsirindən onlarda psixoloji problemlər yaranmışdı. Biz onlayn tədbirlər keçirdik. Eyni zamanda biz səsimizi dünyaya çatdırdıq. Milli mənəvi dəyərlərimizi, tariximizi Gürcüstan, Türkiyə, Avropa ölkələrində onlayn görüşlər keçirdik və bu onlayn görüşlər vasitəsilə həqiqətləri biz dünyaya çatdırdıq və bunu biz gənclər vasitəsilə edirik. Dünyanın bir çox ölkələrində bizim təşkilatın üzvü olan gənclərimiz var. Bizim vasitəmizlə, bizim dəstəyimizlə xarici gedib oxuyur. Bir çox dillərdə danışa bilirlər. Çox savadlı, gələcəyi parlaq gənclərimiz var ki, onların da ürəkləri vətən həsrətidir. Yəni. Onlar hər zaman vətənə, dövlətə xidmət etməyə çalışırlar. Hər vasitələ. Biz gənclərimizi vətənpərvər ruhda böyütməyə çalışırıq. Siz indi mənə belə bir sual verə bilərsiniz ki, nə üçün qadınlar, bu layihədə nə üçün qadınlar nəzərdə tutulur? Qadınlar bizim gələcəyimizdir. Qadınlar igid əskərlərimizin analarıdır. Qadınlar alimlərimizin analarıdır. Millət vəkillərimizin analarıdır. O,
o insanları yetiştirən bizim analarımız. Biz şəhidlərimizi yetişdirən analarımızdır ki, biz onların qarşısında hər zaman baş əyirik. Ona görə də biz çalışırıq ki, bizim gənc qızlarımız bəzən peşəsi olmayan gənc qızlarımız, yəni heç bir peşəyə yönəldilmədən böyüyən və özünü sosiallaşdıra bilməyən gözəl xanımlarımız var, gənc xanımlarımız var. Biz istəyirik ki, belə tədbirlər vasitəsilə onlara dəstək olaq. Onlara iş qurmaqda köməkli edir. Bizim belə qadınlarımız var. Məsələn, biz keçən tədbirlərimizdə Şamaxı rayonunda, İsmaili rayonunda, Qəbələ rayonunda belə tədbirlərimiz keçirmişik biz. Və o tədbirlərdə, məsələn, gənc qadınlar var ki, aşbazlıqla məşğul olurdu. Bizim tədbirlərdən, seminarlardan sonra onlar böyük bir üzərinə, yəni mətbəxtlərini böyütdülər. Düzdür, burada dövlətin də dəstəyi var. Bizim dövlətimiz hər zaman vətəndaşının arxasındadır. Bilirsiniz ki, Azərbaycan xalqı vahiddir. Vahidliyi də əsası dövlətdir. Yəni bu dövlət hər zaman hər bir vətəndaşın arxasındadır. Harada olursunuz, olun. Hansı dövlətdə yaşayırsınız, yaşayın. Hər hansı bir problemdə dövlət hər zaman o vətəndaşın arxasında olur. Ona görə biz vətənimizi sevgi hissi-ilə qorumalıyıq. Vətənimizin vahidliyini qorumalıyıq. Bizim vətənimiz müqəddəsdir. Mən bu məsələlərlə əlaqədar çox danışa bilərəm. Ancaq bizim bu sahədə profesional qonaqlarımız və bu sahə ilə məşğul olan Güney xanım, şəhər müsəlman məktəbinin psixoloqları, həm də sosial pedaqoqlar, uşaqlarla birbaşa əlaqədə olan sosial müəlliməyəm, həm də onların 22 illik işlərim var. Facebook şəbəkələrində aktivəm, şəhid ailələri ilə birbaşa siz olmuşlar. Şəhid analarla biz borcluyuq, həqiqətən borcluyuq var, şəhidimizi şəhid verdik. Qazilərimizi Allah şan sağlığı versin. Davam edə bilirəm. Bəli. Bizim qazilərimiz də bilində canlı canlı şəhidlər belə deyərdim ki, onlar canlarına keçirək, qanlarına keçirək həqiqətində. Onların da anaları, bəli, qadın mükəmməldir, qadın qurulu yerimizdir, qadın həmişə mətin olmalıdır, iradəli olmalıdır. Çünki Xoşbəxt xanım, dedi mən o qarşıya gəlmək istəmirəm, bütün alimləri də, anaları dünyaya gətirən müəllimləri də Heydər Əliyevin sözü var, Güzel Bəyimizin, orada da yazılır Xoşbəxtın, hər bir gənc vətənpərvər olmalıdır. Bəli, vətənpərvərlik bizim içimizdə olmalıdır. Mən himni səslənəndə, hər himni səslənəndə kövrəlirəm, ağlayıram ki, himni mənə çox istərsin, həqiqətən də bu da mənə vətənpərvər olmağımı irəli gəlir. Mənim sizə tövsiyəm nədir, xanımlar, güzel qızlar? Birinci, insana potensial verilməli ki, insan ağlayır. Qadın olaraq bildirirəm ki, insan gəncədə deyir ki, xoşbəxtlik insanın özəlindədir, işində, necəyində, əməlindədir. Yəni, insan ağlıyla, iradəsilə, yəni hər biri gəlib çıxa bilər. O demək deyil ki, kimsə oxumuyor, xoşbəxtən oxumayan xanımlar var ki, onların da əldə işləri var, amma ki, onlar üzə çıxa bilmirlər. Yəni, özlərini göstərə bilmirlər, özlərini üzərinə üçün çıxa bilmirlər. Məsələn, qadınlar var ki, təcavüzə məruz qalır, şiddətə məruz qalır, belə bir qadınlar da var. Mən istəmirəm ki, heç bir qadın böyük olsun. Heç bir qadın arzu eləmirəm çətin həyata. Həmişə qadınlarımız xoşbəxt olmağa çalışsın. Mən bunu həmişə deyərəm ki, mənim etibarım ki, qadın əzilməməlidir. Çünki xanım deyəndə bir uca dağlar başında. Mən belə təsəvvür edirəm ki, xanım deyəndə elə görsənməlidir. Yəni, həm xanım öz əxlaqı ilə, həm tərbiyəsi ilə, həm onun böyüdüyü ailə, mühit. İndi mən başa düşürəm, sosial problemlər olur. Amma gələcəyiniz sizin əlinizdədir. Gələcəyin analarısınız, gələcəyin valideynlərisiz, sizin də valideynləriniz var. Mən belə deyərdim ki, hər kəs bir həyat təcrübəsi var, hər kəsin bir həyat atısı var. Yəni, o hər kəsin şəxsi işləri, şəxsi mülkidir. Amma ki, biz həyata gözəl baxmalıyıq, biz irəli getməyi bacarmalıyıq, qüvvədən düşməməliyik, kimsə bizə
deyək ki, kənardan nəsə müdaxilə edəndə, biz öz fikrimizi kimlənsə bölüşəndə, kimsə bizə yansıyanda, yəni ki, pis fikirlər söyləyəndə biz o fikirlərlə də razılaşmalıyıq. Çünki ola bilər də, əlində bu ola bilsin ki, qadına, məsələn üçün deyə, belə bir şey var, xanım, məsələn, qadına deyir ki, sevmir də belə bir xarakter var. Amma insan öz iradəsi olmalı içində ki, insan öz iradəsini üzə çıxarsın. Bütün potensialını üzə çıxarsın. Mən yenə də deyirəm, sizə uğurlar arzulayıram. Xoşqa xanım demişkən, sözlər çoxdur, cümlələr çoxdur, çox danışa bilərəm. Amma mən sizə gələcək uğurlar arzu edirəm, xoşqa həyat arzu edirəm. Hər biriniz ağıllı, sağlıqlı, gələcəyə layiqli yollardan olmanı arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm. Bugünkü tədbirimiz qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin Tənhaları Dayaq İctimai Birliyinin həyata keçirdiyi tənha şəxslərin iş layihəsi əsasən gənc qadınlara və qızlarımıza dəstək olmaq, onların cəmiyyətə inteqrasiya etməsinə kömək etməsidir. Biz Gənclərin Tənhalara Dayaq İctimai Birliyi olaraq 2001-ci ildə bir çox layihələr həyata keçirmişik. Bizim gücümüz, bizim dünyamız, səs verək, milli mənəvi dəyərlərimiz. Biz 20-ci ildə 2-ci Vətən müharibəsi dövründə gənclərimizə çox dəstək oldu. Psixoloji köməyə ehtiyacı olan gənclərimiz, Gəncədə yaşayan gənclərimiz, o müharibənin o təsirindən onlarda psixoloji problemlər yaranmışdı. Biz onlayn tədbirlər keçirdik. Eyni zamanda biz səsimizi dünyaya çatdırdıq. Milli mənəvi dəyərlərimizi, tariximizi, Gürcüstan, Türkiyə, Avropa ölkələrində onlayn görüşlər keçirdik və bu onlayn görüşlər vasitəsilə həqiqətləri biz dünyaya çatdırdıq və bunu biz gənclər vasitəsilə edirik. Dünyanın bir çox ölkələrində bizim təşkilatın üzvü olan gənclərimiz var. Bizim vasitəmizlə, bizim dəstəyimizlə xarici gedib oxuyurlar. Bir çox dillərdə danışa bilirlər. Çox savadlı, gələcəyi parlaq gənclərimiz var ki, onların da ürəkləri vətən həsrəti yanır. Onlar hər zaman vətənə, dövlətə xidmət etməyə çalışırlar. Hər vasitələ. Biz gənclərimizi vətənpərvər ruhda böyütməyə çalışırıq. Siz indi mənə belə bir sual verə bilərsiniz ki, nə üçün qadınlar, bu layihədə nə üçün qadınlar nəzərdə tutulur? Qadınlar bizim gələcəyimizdir. Qadınlar yiğit əskərlərimizin analarıdır. Qadınlar alimlərimizin analarıdır. Millət vəkillərimizin analarıdır. O insanları yetişdirən bizim analarımızdır. Biz şəhidlərimizi yetişdirən analarımızdır ki, biz onların qarşısında hər zaman baş əyirik. Ona görə də biz çalışırıq ki, bizim gənc qızlarımız bəzən peşəsi olmayan gənc qızlarımız, yəni heç bir peşəyə yönəldilmədən böyüyən və özünü sosiallaşdıra bilməyən gözəl xanımlarımız var, gənc xanımlarımız var. Biz istəyirik ki, belə tədbirlər vasitəsilə onlara dəstək olaq. Onlara iş qurmaqda kömək edək. Bizim belə qadınlarımız var. Məsələn, biz keçən tədbirlərimizdə Şamaxı rayonunda, İsmaili rayonunda, Qəbələ rayonunda belə tədbirlərimiz keçirmişik biz. Və o tədbirlərdə, məsələn, gənc qadınlar var ki, aşbazlıqla məşğul olurdu. Bizim tədbirlərdən, seminarlardan sonra onlar böyük bir üzərinə, yəni mətbəxlərini böyütdülər. Düzdür, burada dövlətin də dəstəyi var. Bizim dövlətimiz hər zaman vətəndaşının arxasındadır. Bilirsiniz ki, Azərbaycan xalqı vahiddir. Vahidliyin də əsası dövlətdir. Yəni, bu dövlət hər zaman hər bir vətəndaşın arxasındadır. Harada olursunuz, olun. Hansı dövlətdə yaşayırsınız, yaşayın. Hər hansı bir problemdə dövlət hər zaman o vətəndaşın arxasında olur. Ona görə də biz vətənimizi sevgi hissiyle qorumalıyıq. Vətənimizin vahidliyini qorumalıyıq. Bizim vətənimiz müqəddəsdir. Mən bu məsələlərlə əlaqədə çox
danışa bilərəm. Ancaq bizim bu sahədə professional qonaqlarımızla bu sahə ilə məşğul olan Lənkəran Astara Regional Məşğul İdarəsi Masallar Xidmət Şöbəsi baş mütəxəssisi Qasımov Nazim. Həqiqətən də bu mövzumuz bizim çox aktualdır. Biz gündəlik vətəndaşlarla daim ünsiyyətdə yanacaq 56-60 vətəndaş, onda çox hissəsi qadınlardır. Qadınların həm çalışırıq ki, peşəsi olmayanları, peşə kurslarına cəlb edək, həmçinin peşəsi olanlar da özü məşğulluq proqramı çərçivəsində müxtəlif avadanlıqlarla təmin olmasına köməkli göstərilir, növbəyə alırıq əlbəttə. Ümumiyyətlə, çox regionda olduğu kimi, Masalda da qadınların həm işləmək, həm peşə problemi hesab edirəm ki, aktualdır. Bunun üçün çox işlər görməliyik. Hesab edirəm ki, bugünkü təlim də iştirak edənlərin həyatına bir qatqı verəcək, onların həyatında qazanmalarına bir təkan verəcək. Və indi bizdə Məşğulluq Agentliyindən dəvət olunan vətəndaşlardan savayı digər xaricdə oxuyan tələbələrimiz inşallah bitirdikdən sonra da iş tapmaq üçün və ya başqa proqramlar üçün müraciət etmək üçün qapımız hər zaman açıqdır, müraciət edə bilərik. Masallı Dövlət Regional Kollecinin riyaziyyat müəllimi İsmail Həsən. Mən də ilk növbədə sınavınızı salamlayıram. Sizə həyatınıza uğurlar arzulayıram. Düzdür, qadın deyəndə qadın bizim anamızdır, bacımızdır, aydındır. Yəni ki, bu bir şansdır. Həqiqətən də bu şansdan gərək biz istifadə edək. Yəni ki, dövlətimiz də xanımlar üçün, qadınlar üçün çox şərait yaradıb. Necə demək, düzdür, aşbazlıq olsun, dərzçilik olsun və yaxud peşələr çoxdur. Yəni ki, hər getdikcə dövlətimiz daha da çox dəstək olur xanımlarımıza. Mən də bu qədər, yəni, necə deyim, uğurlar arzulayıram. Teşekkür. İndi isə bizim beynəlxalq dərəcəli bizim təlimçi var, xaricdə təhsil alıb, Anar Həsənov və öz təcrübəsindən, öz trening kurslarından, karyera yüksəlişinin haqqında danışacaq. Suallarınız olarsa axırda, sonda, zəhmət olmasa, yəni ünvanlaya bilərsiniz Anar müəllimə. Eyni zamanda da burada iştirak edən qonaqlarında da ünvanlaya bilərsiniz. Biz çalışacağıq deyik, çünki seminar sizin həyatınızda bir dönüş nöqtəsi olsun. Biz bunu arzu edirik. Bunları bilirəm. Mən məktəbinə getmişəm, mən kollec oxumuşam, amma nədən başlayayım? Yəni, həmişə bu birinci addım var. Yəni, bu birinci addımın qorxusu var ki, mən nədən başlamalıyam? Baxın, mənim rayonumda, mənim küçəmdə 5 dənə dərzi var, 10 dənə dərzi var. Mən necə seçilim? Və hər insanın ağlında olan, belə deyək də, o qorxu ki, yəni, bu Rusların da sözü olduğu gibi hər şeyi ideallaşdırmaq. Yəni, mən nəyisə yenidən yaratmalıyam. Yəni, bu qoftanın yenisini necə yaratmaq olar? Yəni, siz düşünə bilərsiniz, deyə bilərsiniz ki, bunun qolunu qısaltmaq olar, ya bura stiker yapışdırmaq olar. Yəni, cüzi dəyişdirmək və ya yeniləndirmək. Yəni, hər şeyin cüzi dəyişikliyi yeni mal yaradır. Yəni, mən demirəm ki, siz götürüb hansısa malı duplikatlaşdırasınız ya oğurlayasınız. Yox, təkmilləşdirəsiniz. Öz, belə deyək də, istedadınızı, biliklərinizi istifadə edərək yeni bir şey yaratırsınız. Mən ideyamı heç kimə söyləməyim, mənim ideyamı oğurlayarlar. Yəni, bu bir mifdir. Ona görə ki, hər kəsin ağlında, belə deyək də, gözəl ideyalar yarana bilər, orta ideyalar yarana bilər, çox pis ideyalar yarana bilər, yəni dizayn baxımından. Amma əsas onu reallaşdırmaqdır, əsas onun, belə deyək də, işini görməkdir. Yəni, ideyanın özü belə bir şey deyil. Yəni, siz ideyanı bölüşməklə əsasən, bizim əsas da tədbirlərdə həmişə aşıladığımız odur ki, ideyalarla bölüşün. Sizə dostunuz, tanışınız deyə bilər ki, bəs bunu belə düzəltsəm bəlkə yaxşı olar, mən alardım bunu. Siz sizin ətrafınızda, dostunuz, tanışınızdan alacağınız o feedback, yəni cavab, sizin bəlkə də o düzəltdiyiniz malın, göstərdiyiniz servisin yaxşılaşdırılmasına doğru
birinci addım. Buna görə ki, biznes planının necə yazılmasını biz dediyimiz kimi, əgər siz öz sahibkarlıq fəaliyyətinizi başlamaq istəyirsiniz, ən əsas belə deyil, etaplardan biri biznes planının yazılmasıdır. Okey, mən bu biznesi açıram, mən deyirəm ki, mənim bu servisim var. Okey, mən bunu görə bilərəm, bu məhsulum var, mən bunu satmaq istəyirəm. Məsələn, soruşa bilərlər, okey, sən bunu satmaq istəyirsən, amma sənin planın nədir? Yəni, sən nə görmək istəyirsən və sənin hədəflərin nədir? Sənin potensial nə qədər müştərin var? Ya sənin potensial risklərin haqqında bilirsənmi? Sənin komandan varmı, yoxmu? Bu biznes planı əks olur. Yəni, sizin gələcəkdə görəcəyiniz işlər, sizin gələcəkdə potensial müştəriləriniz, ya indiki müştəriləriniz daha yaxşı və ya komandanız varsa və yoxsa. Bu niyə vacibdir? Ona görə ki, biznes plan vasitəsilə siz gələcəkdə ya investora, ya özünüzə göstərməyə çalışırsınız ki, mən tutalım ki, indi bir dənə ya heç müştəri yoxdur. Mən burada sıfırdan başlamışam. Sıfırdan başlamışam, mən 6 aya qalanı məqsəd qoyuram, bir biznes plan vasitəsilə yazılı vasitəsilə ki, mən bu qədər müştəri əldə edəcəm, bu qədər gəlir əldə edəcəm, bunu oturub, yəni özünüzə plan olaraq fikirləşə bilərsiniz. Yəni, araşdırırsınız, mənim bu qədər rəqiblərim var, ya əgər dərzilik isə bu qədər dərzi var, əgər kompüter proqramçılığı isə mənim vaxtım, belə deyək, resurslarım buna kifayət edilmir. Biz yenə də suallarla, diskusiyalara davam edəcəyik, amma indi əsasən tədbirimizin ikinci hissəsinə keçmək istəyirəm. Biz bu seminarlarda iştirak edən gənclərimizə mən elə bilirəm ki, yetərincə biliklər əldə edədiniz. Yeniliklər sizə, yəni son yenilikləri qəbul edə bildiniz. Son yeniliklər haqqında ana müəllim sizə ətraflı məlumat verdi. Bunun üçün də biz sizə eyni zamanda həm ana müəllimə təşəkkür edirik, həm də sizə təşəkkür edirik ki, bugünkü seminarda gəlib bizimlə olursunuz. Və istəyirik bugün bu seminarda sizə sertifikatlar təqdim edirik. Təbrik edirəm. Təbrik edirəm, bunlar bu olsun. Təbrik edirəm. Allah'ım olsun.